İgidlər diyarı Şəki şəhərindəyik. Şəki qədim tarixi ilə hər qarışında bunun bir tarix vardır. Mən artıq 4-cü, 5-ci dəfədir Şəkidə oluram. İlk dəfə tələbəlik illərində gəlmişdik tələbə yoldaşlarımdan. Cavid Hüseynov, sonra Xəyal mənim tələbə yoldaşlarım Şəkidən idilər, gəlmişdik. Biləs biri Şəkidə deyil, sözün düzü, salam deyirəm onlara da. Gəlmişik bu gözəllikləri bir daha seyr eləyək. Öz evlatlarıma istəyirəm ki, tariximiz olan, mədəniyyətimizin böyük bir hissəsini təşkil edən Şəkimizlə tanış edilir. Mən məsələn, Şəkini dünyanın heç bir şəhərinə dəyişmərəm. Lap İstanbul olmur, nə olur? Bu üzləri görürsünüz. Üzlərin hər biri tek çəkilən şəkildir. Yəni nəticəsində Xan Çinarı 1530-cu ildə həkim. Onların hər biri əl işitdə bir-bir düzəldir. Bu nədir? Nə düzəldirsiniz? Bu Nizaminin türbəsi. Aha. Gəncədə var. Şəki Kərvansarayı, yuxarı Kərvansaray deyilir bura. Şəkiyə gəldin, piti yemədin, elə bir ki, heç gəlməmisəndir. Şəki pitisinin yeyilmə qaydasını öyrədir İnciyə. Şəkillərin şirin ləhcəli, şirin dilli olmalarının əsas səbəblərindən biri də yəqin ki, onların gözəl şirniyyatlarının olmasıdır. Müxtəlif növ Şəki halvalarıdır. Şəki şirniyyatlarıdır.